Uşaqlara məktəbdə ana dilində danışmaq qadağan edilmişdi. Ümumiyyətlə Azərbaycan türkçəsi qadağan edilmişdi. Milli geyimlər geyinmək qadağan edilmişdi. Azərbaycan ostanından bir çox vilayət qoparılmışdı və bununla da bərabər ancaq dövlət qurumlarına farsça danışılırdı. Bu siyasəti yürüdən Rza Şah Pəhləvi idi ki, o adam 1921-ci ildə zor gücü ilə Qacar İmperiyasında özünü baş nazir elan etdirmişdi. Daha sonra isə 1925-ci ildə Böyük Britaniyanın dəstəyi ilə öz şahlığını elan etmişdi. Bu şəxs daha sonra bir fars milləti yaratmaqdan ötürü bütün xalqlara, bax təkcə türklərə yox, bütün xalqlara qarşı bir repressiya siyasəti yürütdü. Yəni tək türklərə yox, bəluslara da oldu bu, kürdlərə də oldu bu, digər hər bir yerli xalqa qarşı bunu edirdi ki, ortaq bir fars milləti yaratsın və buna qarşı ən güclü dirənişlərdən biri də Təbrizdə idi. Hətta bu repressiyalarla bağlı Şimali Azərbaycanda kommunist lider olan Mircəfər Bağırov belə Stalinə bildirib ki, Rza Şahın diktaturası Güney Azərbaycanı miskin vəziyyətə qoyub. Və bu siyasətin sonu necə gəldi sizcə? Rza Şah özü öz sonuna gətirdi. Bilirsiniz ki, farslar inanır ki, almanlarla bir kökdən gəlirlər, aryandılar və bu aryan siyasətinə uyğun olaraq da Rza Şah almanpərəst mövqe güdürdü. Yəni nasist Almaniyasına yaxınlaşmışdı. Bunu görən Sovetlər və Böyük Britaniya 2-ci Dünya müharibəsi ərəfəsində birdən-birə şimaldan və cənubdan İrana hücum edirlər. Rza Şahın yetişdirdiyi ordusu 3 gün dirəniş göstərir. O da dirəniş göstərmir, güllə atmır, ancaq geri çəkilir və beləcə İran Sovetlərə və Böyük Britaniyaya təslim olur. Rza Şah da ölkədən qaçır. Amma Pəhləvi siyasəti bununla bitmir.